tədbir iştirakçıları, sizi ilk öncə Bəxtiyar İslamovun Aslanakəran Kənd Orta Məktəbi pedagojik kollektivi, şagirdləri, kəndimizin ziyalıları adından salamlayıram. Elimizin qəhrəman oğlu Pəncəli tədbirinə xoş gəlmişsiniz. Emil Tağıyevin mahnısını dinləyək, ondan sonra tədbirimizə başlayaq. Döndün dastana, ey tanış halkımın göferileri, fəxarət getirdin Azərbaycana, elimin qəhrəman oğlu Pəncəli. Qədəmləri dəyən yerdən ayağı, məhv oldu düşmənin ümid çırağı. Bastı sinəsinə mal bayrağı, qartal eşini tutuldu irəli. Elimin qəhrəman oğlu Pəncəli, utanmış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı, yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Utanmış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı, yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Elimin qəhrəman oğlu Pəncəli. Kabusu yaşattın cesaretinden, bir ordu yetmedi korktu tekinden. Kestin bileğinden, kestin kökünden, halkıma uzanan o menfur eli. Arzular var sabahı nurlandıran, arzular var daim hayallar kuran. Arzular da varmış kanı donduran, bükülüp bayrağa tabutta gelir. Elimin qəhrəman oğlu Pəncəli, qorxu gümanı, yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Utanmış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı, yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Elimin qəhrəman oğlu Pəncəli. Əzəri torpağın yaqut üzəri, indi Türk elinin doğan səhəri. Sənə xalqın verdi adı dəyəri, səni azadlığın ilki əzəli.
Elimin qəhrəman oğlu Pəncəli, elimin qəhrəman oğlu Pəncəli, elimin qəhrəman oğlu Pəncəli. Pəncəli Teymurov 1981-ci il martın 24-də Asıra rayonu Azərət kəndində anadan olub, 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. 9 il həsrətlə gözlədiyimiz şad xəbər 7 noyabr 2025-ci il tarixində gerçəkləşdi. Cənab Prezidentimiz İlham Əliyev qəhrəmanımız Pəncəli Nurməmmədoğlu Teymurova Azərbaycan Respublikasının milli qəhrəmanı adının verilməsi ilə bağlı sərəncam imzaladı. İlham Əliyev cənablarına təşəkkür və minnətdarlığımızı bildiririk. Qəhrəmanımızın anası, Vahimə ana və ailə üzvlərinə göz aydınlığı veririk. Elimizin qəhrəman oğlu Pəncəli, milli qəhrəman adınız mübarək, ruhun şad olsun. Hörmətli tədbir iştirakçıları, gəlin Azərbaycanın milli qəhrəmanı Gizir Pəncəli Teymurovun və onun timsalında olan bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Noyabr ayında 7 noyabr 2025-ci il tarixi təkcə bir ananın, bir ailənin sevinci olmadı. Bütün Pəncəli sevərlər və bütün Azərbaycan xalqını sevindirən gün oldu. Biz hamılıqla Vahimə ananın sevincinə şərikik. Gəlin qəhrəmanımızın anası Vahimə ananı dinləyək. Bugün bura yığışan bacı qardaşlarını salamlayıram. Düzdür, hamı deyir, anamız sevindi. Amma mən bunu deyə bilərəm ki, hansı ki o gün bizim Ali Başkomandanımız İlham Əliyev Pəncəlinin milli qəhrəman adını təsdiq elədi. Aradan cəmi 5 dəqiqə keçmədi. Azərbaycana böyük bir sevinç, böyük bir qələbə bəxş etdi prezidentimiz. Arzu edirəm bu azadlıq, bu qələbə, bu sevinç Azərbaycan xalqı üçün həmişə əbədi, daimi olsun. Bu məktəbdə bu həyatı neçə dəfə gəlmişəm, öz
balacalığım da yadıma gəlir. Bu məktəbdə çox igidlər, çox alimlər, necə deyim, vəzifəli adamlar bu məktəbdən çıxıb. Mən arzu edirəm, bundan sonra da Pəncəlinin bitirdiyi, oxuduğu məktəbdir. Bundan sonra da bu məktəbdə həmişə üzü ağ, həmişə böyük vəzifələrdə işləyən şagirdlər çıxsınlar. Çox sağ olun, minnətdaram gəlişinizə görə, hamınıza təşəkkür edirəm. Hamınıza can sağlığı arzu edirəm. Çox sağ olun. Çox sağ olun Vahimə ana. Bir şeir dinləyək. 9-cu sinif şagirdi Ağazadə Sevəngül, şəhid anası. Salam şəhid anası, salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı, məzunun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə dik durmusan. Ağappaq saçlarından nur saçlı nur ata, hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin, üzü nurlu bir igid, arxa dayaq itirdin. İndi bütün igidlər qardaşındır ay bacı, sən şəhid bacısa, sənə yoxdur tay bacı. Allah bütün işləyənlərimizi rəhmət eləsin, sağ olun. ...1981-ci ildə dünyaya göz açan milli qəhrəman Pəncəli Teymurov hələ uşaq yaşlarında qanlı yanvar və Xocalı faciəsini televiziya vasitəsilə izləyərkən hərbiçi olub mənfur düşməndən qisas alacağına söz verir. 1999-cu ildə Aslanakaran kənd tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılan Pəncəli bu sözünü tutmaq üçün həmin ildən həyatını hərb sənətinə bağlayır. Ağdamda xidmət edən Pəncəli qısa zamanda hərbi hissənin ən mahir kəşfiyyatçılarından biri olur. Əskərliyi bitirdikdən sonra könüllü olaraq yeni yaradılan xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı diversant taburunda 17 il şərəflə xidmət etmişdir. Pəncəli Teymurov xidmət etdiyi müddətdə çoxlu medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə 2015-ci ildə igidliyə görə ölümündən sonra Vətən uğrunda medalı və Milli Qəhrəman adı ilə təltif edilmişdir. Pəncəli Teymurov 2013-cü ildə ailə həyatı qurdu. Toyunda hər kəs şadyanalıq edir və Pəncəliyə xoşbəxtlik arzu edirdi. Vətənpərvərliyi, mərdliyi, igidliyi ilə seçilən, dünyada tayı bərabəri olmayan vətənimiz Azərbaycan üçün Azərbaycanı öz canından əziz tutan qəhrəmanımız şad günündə özünə şəhidlik arzu etdi. Gəlin onun öz səsini dinləyək. Bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən bunu sidqürəylə deyirəm, təmizürəylə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla, qanımla keçməyə hazıram. Və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutun dəfn olmaya getsin. Hamınızı öpürəm. Getdi, öpürəm səni mənə. Bəli, bizim burada çox sayılı qonaqlarımız iştirak edir. Təhsilimizin inkişafında xüsusi rolu olan Lənkəran Astara Regional Təhsil İdarəsinin müdir müavini, çox hörmətli müəllim Rahim müəllim burada iştirak edir. Mən istərdim sözü ona verək. Buyurun Rahim müəllim. Dəyərli
anamız, əziz bizim şəhid anamız, dəyərli məktəb kollektivi, çox hörmətli məktəb direktorları ki, gəliblər, əziz şagirdlər, hər birinizi salamlayıram və Allahın bu gününə şükürlər olsun ki, Azərbaycanın bütün ərazi bütövlüyü bərpa olunubdur. Cənab Ali Başkomandanın dəmir yumruğu ətrafında birləşən Azərbaycan xalqı artıq ölkə suverenliyini tamamilə bərpa edibdir və bu suverenliyin 5 illiyi münasibəti ilə, Konstitusiya ilinin 30 illiyi münasibəti ilə və bütün şəhidlərimizin əziz xatirəsi üçün Ali Başkomandanımız bizim əziz, dəyərli Pəncəli qardaşımıza Milli Qəhrəman adı verdi və anamızın da dediyi kimi təkcə bir şəhid anasını yox, hamımızı sevindirdi. Mən əslən bu rayonlardan deyiləm, işlə bağlı buradayam, 3 ildir. Qonaq, o biraz yüzlü qonağım da getmirəm, 3 ildir buradayam. Və mən gəldiyim gündən bu ailəni həmişə axtarmışam və özümə bir mənəvi borc bilmişəm. Əlbəttə ki, bu ailənin heç nəyə ehtiyacı yoxdur. İstəsəm də onlara bir şey verəsi də dövsəm, çünki qəbul eləmirlər. Çox mərd, çox vətənpərvər bir ailəsi var Pəncəlinin. Mən həmişə deyirəm, Allah rəhmət etsin, bunu qəbir üstündə də demişəm və öz doğma anama da bunu demişəm ki, bu məndə bilmirəm, Pəncəli anasını yetişdirib, yoxsa anası Pəncəlini yetişdirib. Çünki ikisi də elə anamız necə ki Pəncəli milli qəhrəman idi, elə anası da onun milli qəhrəman. Çünki famil də həmçinin mən düzü başqa evladlarını şəxsən tanımıram, yəni münasibətim yoxdur deyə tanımıram da. Bizim demələ hər gün zəngləşdiyimiz bir qardaşımız var, famil və baxıram ki, o da yəni döyüşə getsəydi, o da olardı. Yəni anamız da getsəydi, o da olacaqdı. Çünki bu ailədə bir işıq var, bir nur var və şükür ki, bizim bu evladlarımızın yerinə mən sevinirəm ki, onlar milli qəhrəmanın təhsil aldığı bir məktəbdə oxuyurlar. Yəni bu böyük bir fəxarətdir, böyük bir sevincdir və biz müəllimlərin yerinə sevinirik ki, onlar milli qəhrəmanın təhsil aldığı bir ocaqda dərs deyirlər. Eyni zamanda direktora, bütün kollektivə təşəkkür edirəm. Bax, bir daha bir milli qəhrəmanın işığında yığışmışıq. Allah bizə müharibələr qismət eləməsin və bu gül balalar öz qəhrəmanlıqlarını, öz igidliklərini, öz medallarını elm uğrunda alsınlar və ən böyük arzumuz da hər zaman sülh olsun, əmin-amanlıq olsun. Biz əminik ki, bir gün hamı bu dünyadan köçəcək, hamı unudulacaq, ən üzdə olan adamlar, vaxt olacaq, indi təhsildə olanlar yəqin ki, məni tanımayan yoxdur, amma vaxt olacaq, mən də unudulacam. Hamı, yəni elə bir adam yoxdur. Amma Pəncəli kimi igidlər, onların anaları, qardaşları heç vaxt tarixlərdən silinməyəcək, nəsildən nəsilə ötürüləcək və ötürülməlidir də. Çünki bu igidlər necə ki, bir binanın dirəkləri var, o olmasa bina çökər, belə igidlər də bizim həmişə ölkəmizin dayaqları, dirəkləri olubdur. Əlbəttə ki, vətən uğrunda döyüşən hər bir insan qəhrəmandır, ona söz yox. Burada, çünki onların hamısının yolu mərdlik yoludur, igidlik yoludur. Amma xüsusi seçilənlər də var, hər bir, Allah göstərməsin, pis əməllərdə də baxırsan ki, xüsusi seçilənlər var. Mənfur qonşularımızın içində baxırsan ki, adları mənfur mənada, həmişə tarixdə qalası mundar adamlar daha çox mundarlıq və müsbət mənada daha qəhrəmanın ən qəhrəmanı belə deyək ki, şükür Allaha ki, bizim dəyər verən, dəyər bilən xalqımız və onun Ali Başkomandanı bizim rəhmətli Pəncəlini heç vaxt onsuz da unutmamışdı və hər günü bir zamanın bir hökmü var və nəyi nə zaman etməyi bilən və öz sözünü həmişə deyən Ali Başkomandan mən xüsusi elə bir vaxta verdi ki, bəlkə də rəhmətə gedəndə verilsəydi, bu qədər, belə deyim ki, yerinə düşməzdi. Çünki suverenliyin 5 ilinin tamamında belə bir bayramların içində hamımızı sevindirdi. Mən
Sözün həqiqi mənasını istəyirəm burada biraz. Fikirləşirəm ki, bəlkə də səmimi deyirəm, mən Pəncənin anasından çox sevdim. Bəlkə də Xədicə xanım daha çox sevindi. Bəlkə də bizim müəllimələr. Çünki bunu biz ürəkdən sevirik də. Bu bir sevgidir, içimizdə var. Allah bol eləsin. Biz körpə balalara da təşəkkür edirəm, burada iştirak eləyirlər. Allah zihin açıqlığı versin. Mən şagirdləri görəndə həmişə nə olursa olsun üzündə bir təbəssüm olur. Çünki onlar elm yolundadırlar və bu gündə demək ki, elə elmin zirvəsi. Bizim, yəni bu gün boşuna bura yığışmamışıq. Pəncəlini bir daha vərəqləyirik və vərəqlədikcə vətən tarixini öyrənirik. Təşəkkür edirəm hər birinizə. Üzr istəyirəm. Bəlkə balaca uşaqların soyuğu var biraz. Astara təhsilinin inkişafında xüsusi rolu olan çox hörmətli müəllimə, Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə xanım Əliyevaya sözü verək. Hörmətli Rahim hanım, hörmətli Rahim müəllim, hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram, bu gözəl tədbirə xoş gəlmisiniz deyirəm. Bugün burada Aslanəkəran Kənd Tam Orta Məktəbini bitirmiş, bu balaca sinif otağından məktəbdən çıxmış bir icidimizin işığına yığışmışıq. Pəncəli Nurməmmədoğlu Teymurovun və ona Milli Qəhrəman adı verilməsi münasibəti ilə keçirilən silsilə tədbirlərdən biridir bu tədbir. 2025-ci ilin noyabr ayının 7-sində möhtərəm prezidentimiz Cənab Ali Başkomandan İlham Əliyevin xüsusi sərəncamı ilə Azərbaycan Milli Qəhrəmanı adı verilmiş Pəncəli Nurməmmədoğlu Teymurovun artıq bir ay keçməsinə baxmayaraq hər yerdə silsilə tədbirlər keçirilir. İstər onun yaşadığı doğma ocaqda, istər onun yaşadığı rayonda silsilə tədbirlər keçirilir və bu gün də onun oxuduğu məktəbdə, məzun olduğu bu məktəbdə bir tədbir keçirilir. Bu gün onun müəllimləri şaddır ki, burada park arxasında ona təlim tərbiyə keçmiş, təhsil vermiş bir gənc artıq milli qəhrəman olubdur. Mən 2016-cı il aprel döyüşlərinin şəhidi olmuş Pəncəlinin ailəsi ilə tanışdığım elə Pəncəli sayəsində olub, lakin onun yoxluğu vasitəsilə olubdur. 2016-cı ildən o ailəyə gedib gəlsəm də rəhmətli Nurməmməd dayını da yaxından tanıyırdım və bugün onun inanıram ki, ruhu şaddır ki, onun oğluna bu ad verildi, Milli Qəhrəman adı verildi və ailəyə də hər bir ailə üzrə böyük bir hörmətim vardı. Düzdür, bugün biz bunu sevindirici hal kimi qiymətləndiririk, ancaq onun anasının gözləri həmişə nəmli, həmişə yaşlı olubdur. Çünki o gənc yaşlarında şəhid olmuş oğlunu heç bir zaman unutmayacaq və heç bir Azərbaycan xalqı onu unutmayacaqdır. Biz və bizdən sonra gələn nəsillər də onun şücaətindən danışacaq. Çünki Azərbaycan xalqının ürəyində onun özünə məxsus bir yeri vardı. Mən məktəbin rəhbərliyinə, məktəbin müəllim kollektivinə, burada iştirak edən Pəncəlinin sinif yoldaşlarına, əziyyət çəkib gəldiklərinə görə təşəkkür edirəm və mən inanıram ki, onlar bir yerdə oxuduqları xatirələrdən danışacaq, biz laf çox məlumat alacaq, çünki onlar bizdən daha çox tanıyırlar Pəncəlini, bir sinifdə oxuyublar və bütün rayon xalqına öz minnətdarlığımı bildirirəm, ailəyə göstərdikləri dəstəyə, hörmətə görə və bir daha Milli Qəhrəman adı almağı münasibəti ilə Pəncəli sevərləri təbrik edirəm. Və bir daha deyirəm ki, doğrudan da onun sayəsində, onun kimi igidlərin sayəsində Azərbaycanın bayrağı qürurla dalğalanacaq, heç bir zaman enməyəcəkdir. Və Müzəffər Ali Başkomandana şəxsən öz adımdan, Astaralılar adından, bütün Azərbaycan xalqı adından minnətdarlığımı bildirirəm ki, bizim Astaralı gəncimizə, şəhidimizə dəyər verdi. Və bir daha deyirəm ki, Qarabağ Azərbaycandır və bu igidlərin sayəsində şəhid anasının qarşısında baş əyir, əllərindən öpür və daim onlara can sağlığı arzulayıram. Sağ olun Əzizə müəllim, siz də onun oxuduğu bu məktəbdə, məzun olduğu bu məktəbdə onun bu şad gününü anırsınız və bütün şagirdlərə vətənpərvərlik dərsini öyrədirsiniz. Çox sağ olun. Pəncəli Teymurov Aslanəkəran Kənd Tam Orta Məktəbində təhsil alıb. Ona dərs dediyim müddətdə onda yüksək vətənpərvərlik, vətən sevgisi, milli şüur, rəqibinə qarşı barışmaz fikirlərin şahidi olmuşam. Və həmin müddətdə məktəbimizdə Ramiz müəllim məktəb direktoru idi. Və eyni zamanda Ramiz müəllim həm də Pəncəlinin toyunda aparıcı olub.
Ağsaqqal müəllim, Ramiz müəllimi dinləmək istəyirik, xatirələri olar, söyləyəcək. Salamlayıram. Bugün vətən uğrunda, torpaq uğrunda şərəfli ölümləri ilə şəhidlik zirvəsinə yüksələn cəmi şəhidlərimizi Allah Taala rəhmət eləsin. Qazilərimizə şəfa, müharibə veteranlarına firəvan həyat, Müzəffər Ali Başkomandana və şanlı ordumuza öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bugün qəhrəman oğlumuz, Azərbaycanın milli qəhrəmanı Pəncəli Teymurovun qəhrəmanlıq sallanmasına həsr olunmuş bir tədbirdəyik. Bu tədbiri təşkil etdiyinə görə Astara rayon təhsil sektoruna, Əsxanəkəran kənd orta məktəbin rəhbərliyinə və pedaqoji kollektivə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bu məktəb həqiqətən tarixi vərəqləyəndə bizim bu Əsxanəkəran kəndindən biz 1-ci Qarabağ döyüşündə 2 şəhid, aprel döyüşlərində isə qəhrəman balamız Pəncəli Teymurov şəhid olmuşdur. Və onlara dəst ediyimiz müddətdə həqiqətən bu yiğidlərimizin bu tər nəfəsindəki istilikləri duyğularımızda bugün də yaşayır. Allah Taala onları rəhmət eləsin. Biz cəmi şəhidlərimizlə qürur duyuruq. Bu cümlədən Əsxanəkəran məktəbində vaxtilə təhsil alan və bu məktəbin məzunlarına Allahdan rəhmət diləyirik. Bugün məktəbimiz Əsxanəkəran orta məktəbi həm də şəhid Bəxtiyar Rüstəmovun adını daşıyır. Və buna görə bir şəhidə verilən dəyər və qiymət mən elə bilirəm bütün şəhidlərimizin ruhuna, onların fəaliyyətinə, onların döyüş şücaətinə verilən qiymətdir. Bugün milli qəhrəmanımız Pəncəli Teymurovun qəhrəmanlığına həsr olunmuş bu tədbirdə həqiqətən bayaq onun o toyunda səsləndiyi o səs və dediyi o müqəddəs kəlmələr, mən onları eşitdikcə həmin günün yaşayıram. Həqiqətən o gün bizim üçün həm qürur verici bir günüdür, həm də bir, keçən dəfə də qeyd elədim, bütün orada iştirak edən, həmin toyda iştirak edən minlərlə insanın məyusluğuna bir anlığa səbəb oldu. Sonra isə özünün silahdaşları ilə oynamaları, rəqs etmələri o məyusluğu aradan qaldırdı. Və mən onun hər bir kəlməsinə diqqətlə fikir verəndə, həqiqətən onlar illər boyu təhlil olunacaq, onun hər bir fikrində, hər bir sözündə bir hikmət, bir həqiqət var idi. Və axırda söyləyəndə ki, hamınızı öpürəm, orada bizim məmləkətdə belə bir izdihamlı toy olmamışdı. Elə bir ki, hamı ilə həmin gündə, özünün xoşbəxtlik günündə vidalaşdı. Və həm də niyyət tutdu həmin özünün xoşbəxt günündə ki, mən şəhid olub, bu müqəddəs kəlmələri söylədi və elə bil ki, Allah Taala onun niyyətinə qovuşdurdu. Və mən həm də hiss etdim, belə alındı ki, doğrudan da milli qəhrəmanımız Pəncəli Teymurov həm də Allahın ən sevimli bəndəsidir. Çünki onu niyyətinə qovuşdurdu. Allah Taala bütün şəhidlərimizi rəhmət eləsin. Mən Vahimə ananı, onun ailə üzvlərini bir daha təbrik edirəm. Doğrudan da bayaq söylənildi, Allah Taala elə bir ki, qəhrəman ana kimi, Vahimə ananı qəhrəman ana kimi o biçimdə yaradı. Və 9 il boyunca və bu 7 noyabrdan sonra həmin ocağa, həmin muzeyə axışan insan selinin qulluğunda dayanmaq, bu hər bir anadan, hər bir insandan həm fiziki güc, həm də dərin mənəviyyat zənginliyi tələb edir. O, onların hər birini öz doğması kimi qəbul edib, doğması kimi yola salır və çox mən təəccüb edirəm ki, həqiqətən belə bir fiziki cəhətdən qürurlu olan insan və mənəvi cəhətdən zəngin olan belə bir anamız doğrudan da qəhrəmanın anasına layiq olan bir anadır. Bir daha ananı təbrik edirəm, hər birimizi təbrik edirəm və bu şərəfli tarix bizim bu dağ zonası üçün əbədi yaşayacaq.
yeniliklər gətirəcək və bu məktəbdə oxuyan hər bir şagird, hər bir işləyən hər bir müəllim öz üzərində məsuliyyəti, bir daha məsuliyyətinə yenidən baxacaq. Çünki bu milli qəhrəmanımız Pəncəli Teymurovun oxuduğu məktəbdir, onun yaşadığı ərazidir. Bir daha hər birinizə təşəkkür edirəm. Dokuzuncu sinif şagirdi Qurbanlı Ayan şəhid qardaşım şehirini söyləyəcək. Şəhid qardaşım, toyunda arzunu dilə gətirdin, ucalan bayrağı elə gətirdin, sən gözyaşlarımı selə gətirdin, arzuna çatdınmı şəhid qardaşım, dünyaya gələndə atanla anan, adını Pəncəli qoydular sənin, vermədin namərdə bir anlıq aman, aslan Pəncəlim sən öz toyunda, müqəddəs üç rəngli bayrağa büküb, dəfn edəsiz məni vətən yolunda, şəhidlik zirvəsi ən böyük arzun, çatdınmı arzuna şəhid qardaşım, ay doğma yurd üçün canından keçən, yaralı yurduma şahid qardaşım, bütün el oxşadı yas matəminə, bülbüllər ötmədi daha bağında, dayadın silahını isti köksünə, sıxdın balan kimi qırdın düşməni, dedin daha bəsdir, bunca il yetər, rədd olsun yurdumdan mənfur erməni, dedin körpələrin qisasını alım, gecələr rahatca yata bilmədin, ancaq öz ananı balasız qoydun, özün bala dadı dada bilmədin, susadın su yoxdur yanında sənin, öz zəhmətlərini içdin qardaşım, torpağın üçün haqqa uzandı əlin, daim qeyrətlini seçdin qardaşım, vuruşdun son damla qanına kimi, ki ana baladan aralanmasın, əlini vətənin boynuna saldın, qoy onun da ürəyi yaralanmasın, cənnət qapısından girdin şəhidim, ruhum bu vətənin göylərindədir, ay ata axtarma balanı daha, o bütün bu xalqın ürəyindədir, arzusu kin olan şəhid qardaşım, qisas yerdə qalmaz, qan yerdə qalmaz, yaralı yurduma şahid qardaşım, gələcək nəsillər səni unutmaz. Bizdə Pəncəlinin 11 il təhsil aldığı sinif yoldaşları iştirak edir. Sinif rəhbəri Mühəbbət müəllim xəstə olduğu üçün iştirak edə bilmir. Allah ona şəfa versin. Sözü sinif yoldaşlarına verək Pəncəli haqqında xatirələrini söyləsinlər. Bütün tədbir iştirakçıları salamlayıram. Hamınızı xoş gördük. Azərbaycanımızın uzun rəhbərliyini bərpa edərək, 100 illər sonra bərpa edərək siyasetin riyaziyyatını yazan Cənab Prezidentimizin verdiği bu dəyərə görə ilk öncə Prezidentimizə şan sağlığı deyirik. Bütün tədbir iştirakçıları bir daha təbrik edirəm. Anamızın əllərinizdən öpürəm. Bütün şəhid ailələri qarşısında baş əyirəm. Bəli, biz 11 oğlan uşağı, 6 qız uşağı bir məktəbdə təhsil almışıq. Həmin bu məktəbdə. Çox qürurluyuq ki, həm də ki, kədərlənirik ki, bizim artıq aramızda belə bir qəhrəman düz ürəyimizdə yaşayır, amma faktiki olaraq ki, cismən yanımızda deyil. Və onun qəhrəmanlığı zaten bütün dünyaya yayılmıştı, Türk dünyasına yayılmıştı. Hər yerdən qəhrəman Pəncəli deyə səslənirdiler. Bir daha burada yığışan tədbir iştirakçılarına, bütün şəhid ailələrinə can sağlığı deyirəm, qarşısında baş əyirəm.
Allah onlara rəhmət eləsin deyirəm. Onlar bizim qəlbimizdədir, daimi yaşayacaqdır. Heç vaxt unudulmayacaqdır. Allah razı olsun bütün tədbir iştirakçılarından. Allah razı olsun. Sağ olun. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Bəli, Pəncəli Teymurov ilə biz 11 il bir məktəbdə oxumuşuq. O yaxşı dost, yaxşı sinif yoldaşı, yaxşı qardaş idi. Mən bütün şəhidləri rəhmət eləsin Allah. Vahimə ananın əllərindən öpürəm. Elə oğul böyütdüyün üçün. Aslanəkərəm məktəbi vətən uğrunda 3 şəhid verib. Bəxtiyar Rüstəmov, Sarvan Qurbanov, Pəncəli Teymurov. Eyni zamanda qonşu məktəblərimiz Musa Yataq məktəbi 2 şəhid, Əhəd Ağayev, Kənan Hacıyev. Hamışan məktəbi 3 şəhid, Babayev Rəhman, Babayev Agil, Qasımov Bəkir. Turadi məktəbi 1 şəhid, Əliyev Çinar. Kiçik bir ərazi olaraq dağ zonası 9 şəhid vermişdir. Allah onların hər birini rəhmət eləsin. Əlbəttə, bu vətənpərvər balaların yetişdirilməsində həm ailənin, həm də müəllimin rolu var. Dağ zonasının ziyalıları adından hörmətli müəllim, Hamuşam kənd tam orta məktəbin direktoru Asəf müəllimə sözü verək. Tədbir iştirakçıları, əziz qonaqlar, dəyərli insanlar. Bugün belə bir tədbirdə çıxış eləmək nə qədər qürur verici olduğu üçün mən bu tədbirdə söz verdikləri üçün Əlican müəllimə öz təşəkkürümü bildirirəm. Pəncəli Teymurov. Bu ad aprel döyüşlərinə qədər ancaq bu dağ zonasına tanış bir ad idi. Amma aprel döyüşlərindən sonra bu ad bütün Azərbaycana, bütün dünyaya tanındı. Bu ad şəxsən Pəncəli Teymurovun igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində bütün dünyaya tanındı. O vaxta qədər biz Pəncəlini bir Pəncəli kimi tanıyırdıq. Amma ondan sonra döyüş yoldaşlarının dilindən eşitdiyimiz onun qəhrəmanlıqları, onun əməlləri, onun vətən sevgisi haqqında eşitdiklərimiz onun nə qədər böyük bir insan olduğu, nə qədər böyük bir qəhrəman olduğunu bizlərə tanıtdırdı. Və Azərbaycan xalqı o şəhid olandan sonra, bir neçə müddətdən sonra onu qəhrəman kimi tanıyırdı. Hamı ona milli qəhrəman Pəncəli Teymur deyirdi. Amma bu ad 7 noyabr 2025-ci ildə zəfərimizin 5 illiyi qabağı möhtərəm prezidentimizin sərəncamı ilə bir daha təsdiq olundu və rəsmiləşdi. Bu ada görə, bu layiqli ada görə bütün Astaralıları, bütün Azərbaycan xalqını təbrik edirəm. Pəncəli sevərləri təbrik edirəm. Vahimə ananın qarşısında baş əyirəm. Bütün şəhid analarının qarşısında baş əyir, onlara başınızı dik tutun deyirəm. Sağ olun ki, bizim bu dağlar belə igid övladlar yetişdirdi, belə qəhrəmanlar yetişdirdi. Zaten bu dağlar həmişə qəhrəman yetişdirib. Bu məktəbin yetirməsi olmuş, Hamuşam kəndindən olan əslən Mirzə Cəbiyevdə Astaralı o vaxtki Sovet İttifaqı qəhrəman adına layiq görülmüşdü. Bu məktəbin adında da nəsə var ki, buradan ancaq qəhrəmanlar çıxır. Ona görə də mən məktəb rəhbərliyinə, məktəb kollektivinə, bütün kənd cəmiyyətinə, bütün bu dağlarda yaşayan insanlara can sağlığı diləyirəm, hamısını təbrik edirəm. Diqqətiniz üçün təşəkkür edirəm. 8-ci sinif şagirdi Həzrətli Aytac, Aslan Pəncəli. Pəncəlim bir bayraq altında möhkəm birləşib, cəngavər oğullar bir himməbəndir. Vətən başdan başa mübarizləşib, komandan yetər ki əlini endir. Yanaşsan əskərin hansı birinə, intiqam hissi ilə yanıb tutuşub, cəbhədə hər ölən oğul yerinə neçə min qəhrəman oğul yetişib. Astara rayonu Əzərüd kəndi bir oğul itirdi, adı Pəncəli. Bütün el başına yığışıb indi, fəxr edir onunla öz
vermişəm beşi də aslan. Bu torpaq uğrunda, vətən uğrunda, oğlumun biri yox, beşi də qurban. Vətənə qeyrətli oğul gərəkdir. Torpaq vətən olmaz, şəhid olmazsa, demirəm öz oğlum dünyada təkdir. Şərəflə ölübsə batmaram yasa. Başını dik tutub Nur Məmməd ata. Bu yolun könülünü seçmişdir oğlum. Belə olmalıydı onun gəlişi. Həmişə tapdalanmış yurdaydı bağlı. Deyərdi hər zaman ən böyük arzum vətən torpağını azad etməkdir. Bu şərəfli yolda qoy şəhid olum. Əsas iş bu yolu seçib getməkdir. O öz şad günündə, toyunda belə gözüyle görürdü öz tabutunu. Müqəddəs bir arzu gətirdi dilə. Üç rəngli bayraqla dəfn edək onu. Onu tək qoymayıb silah daşları, tər-tərdən dostları gəlib onunla. Təncəlib qoymayıb ensin başları. Burcunu ödəyir onlar bununla. İndi bu millətin sözü, söhbəti Pəncəli olacaq, Pəncəli qardaş. Hər kəsin kəndində artdı hörməti. Hörmətin anana təsəlli qardaş. Öz doğma yurduna şərəf gətirdin. Cəngavər ürəklim, aslan Pəncəlim. Sarsılmaz əzmlə döyüşə girdin. Olmusan dillərdə dastan Pəncəlim. Olmusan dillərdə dastan Pəncəlim. Alıb düşərlərim. Bəli, bugün əziyyət çəkib bizim məktəb direktorluğumuz gəlib. Mən direktorlar adından Ağani müəllimi dəvət etmək istəyirəm. Hoş gördük bu qəhrəmanlar yolundan. Bütün deyilənlərlə şərikliyim var, təkrarlamaq istəmirəm. Mən bir şeyi qeyd eləmək istəyirəm, Famil müəllim. Burada sizə, Famil müəllim, yadınıza gəlirsə 16-cı ildə sentyabr ayının 15-i ilk büyük günü rəhmətli Nurməmməd kişi ilə sizi dəvət elədik Təngərdi məktəbinə. Məqsədimiz nə idi? Həmin vaxtı, yəni biraz söz pis çıxmasın, Təncəlini, ailəni tanıyan, yəni bu ətrafdan başqa böyük bir rayon səviyyəsində demək olar ki, ailəni tanıtdırmaq lazımdır. Və o ilk işi biz o missiyanı üzərimizə götürdük. Yəni kollektiv olaraq şəhid ailəsinin, həm qardaşını, həm atasını dəvət elədik və uşaqların çoxluğu yəni heyran oldular. O vaxtı ağsaqqalımız necə heyranlıqla, onun qəhrəmanlığından danışdı və hətta şəxsimə dedi ki, çox şeyləri o mənə təklikdə deyib, danışıb, amma mən açıqlamaq istəmirdim, amma indi açıqlaya bilərik. Və həman illərdən uzun müddət keçib, çox istəyərdik ki, Vahimə anamızla bir havalar isinmişsin, çünki bugün də soğuqdur. Bizim də məktəbdə, sizin məktəb kimi akcalımız yoxdur deyənə, həyətdə keçirəcək o tədbiri. 1-2 il bundan əvvəl milli qəhrəmanımız Polat Həşimov anası təşrif buyurdu. Biz dəvət elədik, gəldi, bizimlə, kollektivlə böyük bir görüş keçirdi. Anamızı da inşallah yaz qabağı havalar isinsin, Allah sizə can sağlığı versin, dəvət eləyəcəyik. Vaxtınızı çox almaq istəmirəm. Bu gözəl yolda, bu gözəl məkanda görüşünüzə görə, təşkil elədiyinizə görə təşəkkür edirəm hər birinizə. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Aslanəkərəm Ərazi İdarəsi Dairəsi üzrə nümayəndə müavini Xurşid müəllimə sözü verək. Əziz Vahimə ana, əziz Pəncəli sevərlər, hər birinizi bugün də salamlayıram. Məndən öncə çıxış edənlər qəhrəmanımız haqqında ətraflı söhbət elədilər və havanın soyuq olmasını nəzərə alaraq mən geniş danışmaq istəmirəm. Bir onu demək istəyirəm ki, Vahimə ananın hər bir çıxışı, bütün tədbirlərdə, Respublika səviyyəsində, istər rayonlarda hər bir çıxışı özü bir vətənpərvərlik məktəbidir. Vahimə ana, siz gənc nəslimizin gələcəkdə böyük bir vətənpərvər olmaları üçün əlinizdən gələn etmişsiniz. Eyni zamanda bu ailənin bütün üzvləri, Famil müəllim də, digər qardaşları da eyni zamanda
bu missiyanı yerinə yetirirlər. Mən onu qeyd edeyim ki, Vahimə ana 2016-cı ildə aprel döyüşlərindən sonra Pəncəli qardaşımız şəhid olandan sonra belə bir ifadə işlətdi ki, mənim 5 oğlum var, 2 qızım və mənim özüm də bugün avtomat götürüb düşməndən qisas almağa hazıram. Sizin bax bu missiyanız, bu ifadəniz demək olar ki, bütün Azərbaycanda əks-səda verdi və Pəncəlinin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq, mən deyərdim ki, vətən müharibəsinə gedən gənclərimiz üçün bir örnək oldu, bir məktəb oldu. Hər birisi o ifadələr ki, Pəncəli qardaşımız öz xoş günündə işlətmişdi. Mən vətənim üçün, torpağım üçün canından keçməyə hazıram ifadəsi hər bir vətən oğlu üçün bir məktəb oldu, bir örnək oldu və deyərdim ki, böyük bir məktəb oldu. Hər birinizə təşəkkür edirəm. Bugün Əlcə müəllim, sizin bu keçirdiyiniz tədbir böyük bir təqdirə layiqdir. Sizə buna görə təşəkkür edirəm və inanıram ki, bu tədbirlərin davamı olacaq. Bu tədbirlər də eyni zamanda dediyim kimi bizim gənclərimiz üçün çox böyük vətənpərvərlik tərbiyəsidir. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. Sağ olun. 6-cı sinif şagirdi Teymurova Müjgan, Aslan Pəncəli. Aslan ürəkli Pəncəli, ayağa qalx ey insan, elinə igid gəlir, keçib əziz canından, evinə şəhid gəlir. Elin qeyrətli oğlu, vətənə çəpər oldu, cüssəsi də buqarlı, düşmənə sipər oldu. Bir şərəfli yol seçdi, bu yol qədim oldu, buradan babalar keçdi. Bu yol qeyrət yoludur, bugün dağ yolunda bir izdiham var. Axışıb dörd yandan gəlir adamlar, yağış narınların çilərdir yerə, yerdən çəkilməyib hələ tamamlar. Çatıb qaşlarında qoca təbiət, dağlar görməmişdi bu izdihamı. Belə dinç dövrdən nədir bu tabut? Bunlar küçələrdə sığışmır hamı, bunlar küçələrə sığışmır hamı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ailəsi sadəcə kənd həyatına sahib olsa da, vətənə və millətə bağlılıq onların tərbiyəsinin əsasını təşkil edir. Valideynləri Nurməmməd ata və Vahimə ana övladlarını dürüstlük, zəhmətleşkilik və vicdanlılıq prinsipləri ilə böyütmüş, milli vətənpərvər və dəyərlərə bağlı bir gənc kimi yetişdirmişdilər. Allah Nurməmməd atanı rəhmət eləsin. Pəncəli ilə sevincini yaşamasa da, ruhu həmişə şad olacaqdır. İstər cəmiyyətdə, istərsə də pedaqoji kollektivdə yüksək nüfuza malik olan həmkarımız Famil müəllim bütün çətinliklərə dözərək bu ailənin başında durur. Məmnuniyyətlə sözü Famil müəllimə verək. Salam dəyərli qonaqlar, hamınız Pəncəlinin oxuduğu məktəbə xoş gəlmişsiniz. Bu soyuqlu gündə, bu çətin gündə gəlmişsiniz, iştirak edirsiniz. Allah təala sizi var eləsin. Pəncəli haqqında sağ olsun Əlcan müəllim bütün onun həyatına aydınlıq gətirdi. Pəncəlinin öz həyatı elə böyük bir məktəbdir. Bizim gələcək bu fidan bağlarımız üçün. Pəncəli qəhrəman kimi yetişdirən bizim anamız təkcə Pəncəli yox, 5 oğul, 2 qız böyütdü. Və biz o anadan, o atadan halallıqla çörək yedik, böyüdük, boya başa çatdırdıq bizim atamız, rəhmətli atamız və anamız. Həyatda həmişə insan öz-özünə düşünəndə düşünür ki, hər hansı bir mövqe tutsun. Amma bir anlıq insan düşünmür ki, gələcəkdə nə ilənsə üzləşə bilər. Bəli, biz 35 yaşlı bir qardaş vətən yolunda, torpaq yolunda, millət yolunda qurban verdik. Bugünkü gündə
Cənab Ali Başkomandanımız, Prezidentimiz İlham Əliyev 7 noyabr tarixində bizim ailəmizi sevindirdi, bizim xalqımızı sevindirdi. Pəncəliyə verilən milli qəhrəman ad təkcə Pəncəliyə yox, bütün Azərbaycan xalqına verilmiş ali bir addır. Bundan sonra da təkcə Asxanakəran məktəbi yox, inanıram ki, bütün Azərbaycan məktəbləri Pəncəlini yaşadacaq və həyatda düşünən hansı ki o savadlı şairlərimiz onun haqqında böyük kitablar yazır, həyatını araşdırır, bundan sonra da davam edəcək, filmlər çəkiləcək onun haqqında. Mən sözü çox da uzatmaq istəmirəm. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm və Cənab Ali Başkomandan və onun ailəsinə də can sağlığı arzu edirəm ki, bu sevinci bizə yaşatdığına görə. Minnətdaram hər birinizə, qarşınıza da baş əyirəm gəldiyinizə görə. Teymurzadə Nursac, Aslan Ürəkli Pəncəli. Min qəhrəman oğlu Pəncəli, düşdün dildən dilə, döndün dastana. Ey Talış xalqının gövhəri ləli, fəxarət gətirdin Azərbaycana. Elimin qəhrəman oğlu Pəncəli, qədəmləri basan yerdə ayağı, məhv oldu düşmənin ümid çırağı, bastı sinəsinə ual bayrağı, qartal təşuqdu cumdu irəli, elimin qəhrəman oğlu Pəncəli. Kabusu yaşatdın cəsarətinlə, bir ordu yetmədi qorxu təkindən, kəstin biləyindən, kəstin kökündən, xalqına uzanan o mənfur əli, elimin qəhrəman oğlu Pəncəli. Şikar göründüsə demək sonudur, şikar göründüsə demək sonudur, cəngavər də udur, igid də udur, Pəncəli ordunun bel sütunudur. Qucaqur rəqəbli tunc iradəli, elimin qəhrəman oğlu Pəncəli. Arzular var sabahı nurlandıran, arzular var daim xəyallar quran, arzularda varmış qanı dunduran, bükülü bayrağa tabutla gəlim, elimin qəhrəman oğlu Pəncəli. Bu Talış xalqının mərd qəhrəmanı, yardı şübhələrin qorxu gümanı, yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli, elimin qəhrəman oğlu Pəncəli. Ölüm sinəsinə döyməsin gələk, ona qalib gələn cəsur bir ürək, ölməz mübarizlər Pəncəlilər tək, ölümün özünün qorxunc əcəli, elimin qəhrəman oğlu Pəncəli. Əzərin torpağın yaqut zəri, indi Türk elinin doğan səhəri, sənə xalq verdi adı dəyəri, sən ey azadlığın ilk əzəli, elimin qəhrəman oğlu Pəncəli, elimin qəhrəman oğlu Pəncəli. Allah bütün şəhidlərimizi rəhmət eləsin. 16-cı ilin aprel ayında 4 günlük müharibədə əldə olunan zəfər rəşadətli ordumuzun qüdrətini və xalqımızın sarsılmaz iradəsini göstərdi. Ordumuz 4 günlük döyüşdə məhz qanları, canları, öz adlarını tarixə yazan Pəncəli kimi qəhrəmanlarımız sayəsində xalqımıza qələbə sevinci yaşatdı və sonraki tarixi zəfərimizin əsas müjdəsi oldu. 44 günlük vətən müharibəsi və 1 günlük antiterror əməliyyatında Ali Başkomandanımız İlham Əliyev cənabları və müzəffər ordumuzun sayəsində bütün torpaqlarımız işğaldan azad olundu. Biz prezidentimiz və müzəffər ordumuz xalqımızla fəxr edirik. Yaşasın Ali Başkomandan İlham Əliyev, yaşasın müzəffər ordumuz, yaşasın müstəqil, suveren Azərbaycan Respublikası.
Yəni davam edə bilərik tədbiri nəsəbir eləyirəm və qəbir üstə gedəcəyik, həm də muzeyi ziyarət edəcəyik. Sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar bizə gülürlər o kəlməyə görə. Çünki onlara rəhm eləyib, rəhmət eləyib ki, onlara o zirvəni verib. Əsl həqiqətdə belədir. Yəni, çünki Peyğəmbərimiz hələ sağlığında ikən 10 şəhidin adını deyir. Sonrakiləri də vətən uğrunda, xalq uğrunda ölənləri, İslam uğrunda ölənləri şəhid adlandırır. Allah belə deyək də, onlar bizim üçün, Allah təala onları bizim üçün şəfaatçı eləsin. Və budur. Allah sizə səbəb versin. Ruhlarını şad eləsin. Ruhlarını şad eləsin. Bəli, bəli. Sağ ol. Allah köməyiniz olsun. Sağ ol.